Mən Ömərova Aidə Mustafa qızı, 41 ilin işçisiyəm. Yanvar ayının 16-sı imtahan verib sertifikat almışam. 5 il müddəti var. Mən Vərəm xəstəxanasında işləyirdim. 8 il işləmişəm. Son 8 ilini orada işləmişəm. Orada sidiyin qanın ümumi analizini, spit analizi götürmüşəm, malariya götürmüşəm. 6 rayondan gələn bəlğəm analizlərinin qeydiyyatını eləyib, yığıb həftədə bir dəfə Bakı şəhərinə müayinə üçün göndərmişik. Orada şərait olmadığı üçün bəlğəm analizi olunmayıbdı. Lakin bu son 6 ayda ora regional xəstə olub, Mirrəhim həkim məni işsiz, işimə laqeydsiz, savadsız, onun biliyi olmayan bir şəxs kimi məni işdən azad eləyib, yerimə bir xanımı təyin eləyib. O xanımı da siftə götürəndə dedi ki, xanım göndərmişik, sən işləmədiyin üçün o sırf bəlğəmi öyrənib gəlib bəlğəmlə işləyəcək. Bu söhbətdən 15-20 gün sonra məni çağırdı ki, xanım gəlib, gəlin tanış olun, onu bununla bir yerdə işlər, sən də nə bilirsən bu xanıma öyrət, bir yerdə laboratoriyada işləyəsiniz. Xanım da dedi ki, mən ancaq şərt kəsib ki, sən bəlğəmlə işləyə bilərsənsə, səni işə götürəcəm. Çünki oradakı xanım bəlğəmlə işləməyibdir. Mən də qandan qorxuram, həyəcan keçirirəm qan görəndə, qan ala bilmirəm. Mən də dedim ki, yox, bir ana-baba kimi bir yerdə işləyərik. Bu sözün müqabilində biz 5 ay ondan işləmişik. O, aformutsuz 5 ay gəldi, getdi. Mən də bildiyimi ona öyrətdim. Elə doktor mənə xəbərdarlıq yazılı surətdə verməyib ki, səni kursa göndərim, get bəlğəm öyrən, gəl, işlə. Mən 2017-ci ildə Ağciyər İnstitutunda 3 günlük bəlğəmin mikroskopiyasını öyrəndiyim üçün sertifikat almışam. Əlimdə sertifikatım var. Düzdür, o sertifikatın vaxtı keçib. Şərait olmadığı üçün bəlğəm analizi bizim rayonda olunmayıbdı. Biz Bakıya göndərmişdik. İndi də Gəncə şəhərinə göndəririk. Və bir qəplə əlimə kağız tutdu ki, sən heç bir işindən azadsan, sən elədiyin analizlər məni qane eləmir, mənə o analizlər lazım deyil, ancaq bəlğəm olunmalıdır. Mən də Bakı şəhərinə getdik, bizim mərkəz orada yerləşir. Ora müraciət elədim, mənə nə əsasında çıxarılıb, xəbərdarlıq eləməmiş, məni çıxarıb. Orada dedilər ki, doktorun yazıbdır ki, bu xanımın heç bir savadı, anlayışı yoxdur, biliyi yoxdur, bəlğəmdən heç nə bilmir və mənə belə işçi lazım deyil. Dedim, düz deyir, mən bəlğəm işlənməmişəm, amma 41 ildir mən sidiyin qanın klinika analizində işləmişəm, bir belə analizləri mən götürmüşəm və götürdüklərim bu analizlər və savadım yoxdursa nətər götürə bilərdim, nətər savadım yoxdursa sertifikat almışam, Səhiyyə Nazirliyinin nəzdində imtahan vermişəm, Mingəçevirdə kursda olmuşam 2 ay, Bakıda da imtahan vermişəm və sertifikatı nətər ala bilmişəm. Əgər mənim savadım yoxdursa, o xanım 5 aydır mənlə bir yerdə işlədi, doktor mənə dedi ki, Mirrəhim həkim, get bildiklərini ona öyrət, mənim savadım yox idisə bildiyimi nətər ona öyrədə bilərdim. Deməli, Səhiyyə Nazirliyinin mənə verdiyi sertifikata Mirrəhim həkim şübhə ilə yanaşır ki, mən onu necə almışam, savadım yoxdursa. Mən də istəyirəm işimə geri qaydam. Nətər olur ki, heç bir səhiyyə yerində işlənməyən 3 il bundan öncə qutarmış qızı məndən savadlı bilib mənim yerimə təyin eləyir. Mən 8 ildə orada tək laborant işləmişəm, həm həkim işini görmüşəm, həm laborant işini görmüşəm. Həmən xanım Mingəçevirdən gəlir. 5 aydır o qeyri-qanuni şota düşülməmiş işə götürülüb, gedib gəlib öz heysalına. Elə bir şey olur ki, qeydiyyata düşməmiş bir şəxs məni əvəz eləsin, işləsin. Orada tək laborant mən olmuşam. Heç bir əmək müqaviləsi olmadan qeyri-qanuni həmin qadın, xanım 5 aydır ki, laboratoriyada çalışır. Bu halın özü ciddi qanuni pozuntudur. Sizə də çox xahiş edirəm, sizə təşəkkür edirəm. Mənim bu fikrimi, bu necə deyərlər, işdən çıxmağımın səbəbi nədirsə ictimaiyyətləşdirəsiniz, belə qanun qayda ola bilərmi?